Salam, mən Fərə. Mən Selcan. İndi biz sizlər üçün sinifimizlə birgə hazırladığımız zaman maşını keçmişdən gələcəyə adlı layihəmizi təqdim edəcəyik. Layihəmizin məqsədi Azərbaycanımızın keçmişini tanımaq, bu günə necə gəldiyimizi anlamaq və gələcəyi təsəvvür etməkdir. Biz əvvəl iki qrupa bölünürük. Birinci qrup keçmiş Azərbaycan haqqında şəkillər çəkdi. Bu şəkilləri kino lentinə bənzər edərək ardıcıl düzüb yapışdırdıq. Sonra isə kino lenti öz düzəltdiyimiz kino kameranın içinə yerləşdirdik. Sanki lent fırlanır, biz də keçmişə səyahət etdik. Mən Rəsul. Bu zaman maşını mən düzəltmişəm. Onun üçün karton, boru, yapışdırıcı və qayçıdan istifadə etdim. Mən Fidan. Mən burada keçmiş bəxtini canlandırmağa çalışmışam. Mən qədim abidələrimiz Yanardağı, Qız Qalası çəkmişəm. Mən Azərbaycanlıların sevdiyi çayı, sevdiyimiz narı da unutmamışam. Mən Nuray. Araşdırdım ki, əvvəlki Azərbaycan, indiki Azərbaycanda daha böyükdür. Ona görə də istəyirəm ki, yenə ərazimiz o dövləti kimi böyük olsun. Mən Fatih, mən keçmişdəki Azərbaycanın məktəbini çəkmişəm. Keçmişdə lövhələr taxtadan idi, təbaşirlə yazılırdı. Məktəbli formaları fərqli idi, dəftərlər, kitablar fərqli idi. Kişi müəllimlər çox idi və mən də istəyərdim ki, bu dövrdə kişi müəllimlər daha çox olsun. Mən bu şəkildə gələcəkdə və keçmişdə məktəbi çəkmişəm. Keçmişdə məktəb, yeni informasiyalar, yeni texnologiyalar yox idi. Bu isə gələcəkdə məktəbdir. Gələcəkdə məktəblərdə uşaqların sinifə daxil olması üçün SİBA var. Bu isə uşaqlar üçün uçan ekskursiya maşınıdır. Bütün Azərbaycan dedikdə tarix boyu bizim olan Azərbaycan türklərinin yaşadığı torpaqları nəzərdə tuturam. Bu torpaqlar şimaldan Rusiyanın işğal etdiyi Dərbənd, cənubdan İranın işğal etdiyi Cənubi Azərbaycan, qərbdən Ermənistanın işğal etdiyi İrəvan, şimal-qərbdən Gürcüstanın işğal etdiyi Borçalıdan. Mən gələcəkdə Azərbaycanı bütöv görmək istəyirəm. Mən Melisa. Mən bu rəsmi gələcəkdə insanlar yorulmasın deyə, yollarda tıxac olmasın deyə, işə, məktəbə vaxtında getsin deyə mən uçan maşın çəkmişəm. Mən Azərbaycan təhsilinin gələcəyini çəkmişəm. Texnologiya nə qədər inkişaf etsə də, müəllimə həmişə ehtiyac olacaq. Mən Laura. Bakı gələcəkdə texnologiya və inkişaf mərkəzi kimi təsəvvür etmişəm. Uçan pilotsuz nəqliyyat vasitələri gələcəkdə nəqliyyatın necə dəyişəcəyini göstərir. Eyni zamanda rəsmdə su hövzələri və yaşıl ərazilər də qorunub saxlanılır. Bu da demək olur ki, Bakı yalnız texnologiya ilə deyil, ekoloji tarazlıqda da inkişaf edir. Mən Dilək. Mən Azərbaycan gələcəyini belə görürəm ki, çoxlu robotlar olacaq və robotlar üçün binalar olacaq və robotlar üçün binalar dizaynda tikiləcək və robotlar üçün binalar olacaq. İkinci maketimiz isə dairəvi formada hazırlanıb. Divarlarında uşaqların gələcək Azərbaycanla bağlı təsəvvürləri yer alır. Ağıllı məktəblər, müasir texnologiyalar, təmiz təbiət və güclü ölkəmiz.
Maketin ortasında Azərbaycan xəritəsi var. Bu bizim bugünkü gerçəkliyimizdir. Bu maket bize xatırladır ki, bugünkü azad, güclü və bütöv Azərbaycan şəhidlərimizin canı, qazilərimizin qəhrəmanlığı sayəsində mümkün oldu. Biz onların yolunu davam edəcəyik. Oxuyaraq, öyrənərək və xalqımıza xidmət edərək. Layihə üzərində birlikdə işlədik. Bəziləri şəkillər çəkdi, bəziləri yapışdırdı, kimisi maket düzəltdi, kimisi isə ideyalar verdi. Hamımız çox əyləndik və yeni şeylər öyrəndik. Bu layihə bizə öyrətdi ki, keçmişimizə sahib duraq və bugünkü günümüzü unutmayaq. Gələcəyimizi birlikdə quraq.